Bir də salam dostlar, hər vaxtınız xeyir olsun. Bu həftə görək əkizlilər bürcün və xərçəy bürcünü nələr gözləyir, bir ona baxaq. Əkizlər bürcün bu həftə sağlıqları barədə bir yıxıma uğrayıblar, bir yıxım yaşanıb və ola bilsin bu ayrılıqlar da ola bilir və yaxud da xəyanətə mi uğrayıblar, ailə içi problemlər mi yaşanıb, bu sizin, yəni psixoloji olaraq böyük təsir göstərib hal-hazır ki, sağlığınızla bağlı sinir sıxışmaları, sinir ağrıları və problemlər bu həftə sağlığınız barədə davam edir. Para pul barədə bu həftə sizə bir yardım gələcək. Bu ola bilsin, ortada bir vasitə də olar, köməkçi də ola bilər. Biriləri sizə kömək eləyəcək, amma bilin ki, arxivuzca mərdimazar, pis qəlbli, pis niyyətli insanlar var ki, sizin yıxılmağınızı və yaxud da pulsuz, parasız qalmağınızı, belə bir şeyləri istəyənlər çox olacaq ətrafınızda, buna da özünüz şahidlik edəcəksiniz. Sevgi barədə böyük xəbər gələcək sizə. Bu həftə bir xəbər alacaqsınız. Bu sizə sevindirici olacaq. Etaji tuz posluğunda böyük sevinc alacaqsınız bu barədə. Bu gözlədiyiniz bir xəbər barədə. Sevgi barədə sizə yeniliklər, yeni güc, yeni köməklər, yeni sevgi, romantik bir həftə olacaq. Bəzilərinizdə isə gözləmədə qalacaqsınız. Çünki ayrılıqlarınız çoxulub və artıq nöqtə qoyulub münasibətlərə. Xərçəng bürcün bu həftə nələr gözləyir? Bir baxaq, xərçəng bürclərin bu həftə nələr gözləyir? Xərçəng bürclərin sağlıq barədə bu həftə sanki düşüncənizdə problem və yaxud da baş nahiyəsində ağrılar, problemlər ola bilər. Çünki çox düşünürsünüz və hal-hazırda seçim edə bilmirsiniz, nə edəcəyinizi bilmirsiniz. Sizdə kafa qarışıqlığı yaşayırsınız və sanki sağlığınızla bağlı sağ tərəfdə ağrılar, sinir ağrıları, bel ağrıları, bəzilərinizdə isə ayaq əməliyyatı görünür, ayaq, bel, bu əməliyyat görünür bəzilərinizdə. Xərçəng bürclərində para, pul hələ əngəllisiniz hal-hazırda. Az-az məbləğlər gələ bilər əlinizə, amma istədiyiniz işi, istədiyiniz qazancı bu həftə əldə edə bilməyəcəksiniz. Sevgi barədə isə yeniliklər var, yeni nişanlanmalar, evlənmələr, evliliklər və yaxud da elçi getmələr və yaxud da yeni tanışlıqlar başlayacaq həyatınızda və inanın ki, bu o qədər gözəl olacaq ki, hər bir problemimizi üstələyəcək. Təşəkkür edirik dostlar. Bol-bol yorum yazmağı, kaydetməyi unutmuruq.